Sizə elə bir piroq resepti paylaşdım ki, nə yumurta çırpmağa ehtiyacı var, nə də saatlarla mətbəxdə dayanmağa. Əgər ağızda əriyən, dadlı, ətirli piroq axtarırsınızsa, videonu sona qədər izləyin. 400 qram ələnmiş unun üzərinə otaq istiliyində olan 150 qram kərəyağını əlavə edib əlimlə umac edirəm. 3 yemək qaşığı şəkəri, 1 ədəd qabartma tozu və vanili, 1 ədəd yumurtanı, yarım stəkan qatığı əlavə edib əlimlə xəmir yoğururam. Yoğurduğunuz zaman xəmir biraz bərk olsa da sonradan yumuşalacaq. Bu arada mən sobanı 150 dərəcəli isitmişəm. Xəmiri gözlətmədiyim üçün bişirəcəyim soba listin otaq istiliyində olan kərə yağı ilə yağlayıram. Piroqun üzəri üçün xəmirdən bir balaca ayırıram. Qalan xəmiri əlimlə qaba yayıram. Çox asan bir şəkildə yayılacaqdır. Mən piroqun ortasına alma cemindən yayıram. Siz sevdiyiniz hər hansısa bir cemdən əlavə edə bilərsiniz. Cemi hər yerinə yayıb əvvəlcədən saxladığım xəmirdən balaca qoparıb üzərinə düzürəm. Əvvəlcədən isitdiyim sobaya qoyub üzəri qızarana qədər bişirirəm. Sadə və tez, inanılmaz dadlı piroqlardan biri oldu. Bu piroqu bir dəfə hazırlayan təkrar hazırlayacaqdır. Bu qədər. Əgər videom sizlər üçün faydalı oldusa, məni izləməyi, rəy bölməsində fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik.